Son illər Polşadan Azərbaycana geri qayıdanların sayı artmaqdadır. Bunun bir çox səbəbləri var. Birinci növbədə sənədləşmə, yəni uzun müddət sənədləşmənin baş verməsidir. Oturum kartının gözləməsi aylarla çəkir, bəzən bir ildən də çox çəkir. Daha sonra ailə birləşməsi olsun, bir işdən başqa işə keçmək istəyəndə iş izninin tələb olunması, rəsmi şəkildə işləmək istəyirsənsə, zazvaleniya tələb olunur. Bu Gürcüstan Azərbaycanlılarına da aiddir, Azərbaycan vətəndaşlarına da aiddir. Bu proses aylarla çəkir, iş izni. 1 ay, 2 ay, 3 ay Polşada olsan da, Polşa kartın və yaxud da vizan olsa da, yenə də yeni işdən, yeni zazvaleniya çıxmasa sən orada rəsmi, qanuni işləyə bilmərsən. Bu insanlarda artıq Polşaya qarşı bir qədər həvəsi öldürür. İkinci növbədə dil məsələsidir. Polyak dili dünyada 10 ən çətin dillərdən hesab olunur. Baxmayaraq ki, bu Slavyan dil qrupuna aiddir, Rus dilinə biraz yaxındır. Bizim də millətimiz Rus dilini bilir bir çoxsu və onlara nisbətən asan gələ bilər. Amma sən buna baxmayaraq gəlirsən və Polyak dilini öyrənməkdə çətinlik çəkirsən. Bunun da təbii ki, birinci növbədə əsas səbəbi sənin daha çox soydaşlarımızla ünsiyyət qurmağındır, Ukraynalılarla ünsiyyət qurmağındır və bu da sənin yerli dili öyrənməyinə çətinlik yaradır. Maksimal dərəcədə çalışmaq lazımdır, yerlilərlə, polyaklarla ünsiyyət qurasan, onlarla polyakca danışasan və belə olan halda sən polyak dilini qısa müddətdə öyrənə bilərsən. 3 ay, 6 aya bax, bu yolla öyrənən soydaşlarımız var, aralarında mənim dostlarım, tanışlarım da var. Digər bir məsələ maaşın Almaniya, Belçika, Niderland kimi ölkələrdən aşağı olması. Bu insanlarda həqiqətən də həvəsi daha da aşağı salır. Çünki görürlər ki, məsəl üçün orada maaş yüksəkdir və yaxud da kimlərsə gedib nə vaxtsa dostu, tanışı, qohumu gedib Almaniyada falan işləyir və çox yüksək maaş alır, 2-3 qat. Bu adam da baxır ki, mən harda yaşayıram, bu nədir, maaşı az, orada daha yaxşı. Amma ora gedənlərin əksəriyyəti Polşa, Litva vizası ilə, oturumu ilə gedirlər. Əksəriyyəti də legal işləmirlər. Yəni insanların çoxsu bunu başa düşmür və elə bilirlər onlar orada hər şey superdir, yəni orada da işləyəcəklər, hər şey qanunidir, elə deyil. İstənilən halda o maaşı görüb həvəsdən düşürlər. Deyirlər, mən burada 25 zlota, 27 zlota, 28 zlota saatına niyə işləyim ki? Və nəticədə başlayır Polşa haqqında mənfi fikirləşməyə və geri qayıtmaq planlarını qurur. Digər bir məsələ millətçilikdir. Bəli, Polşada millətçilik var, bu sir deyil. Mənim əvvəlki videolarımda da qeyd olunub. Mən müsahibə alanda da, insanlarla ünsiyyət quranda da, burada yaşayan illərlə soydaşlarımızla danışanda da onlar bunu etiraf edirlər. Bu gizlin bir şey deyil. Başqa yerlərdə də kadrlar var. Bu yaxınlarda da soydaşımıza fiziki hücum olunmuşdu. Qanunla bu həll olundu. Yəni qanun bizim tərəfimizdə idi, soydaşımızın tərəfindən həll olundu o məsələ. Yəni sözünün canı odur ki, bəli, Polşada millətçilik var. Əcnəbi də gəlir burada işləyir. Belə bir şeylə qarşılaşanda təbii ki, onun Polşada uzun müddət qalmaq istəyi azalır və geri qayıtmaq planlaşdırır. Məsəl üçün, ailəsini bura gətirmək istəyən insanlar var ki, illərlə çalışırlar, amma alındıra bilmirlər, vizadan imtina alırlar, uşağın biri viza alır, biri almır, yoldaşı viza alır, uşağı almır və s. və s. Və nəticədə ailəsini burada görməyəndə, ailəsi də istər-istəməz ona psixoloji təsir eləyir və özü də burada həvəsdən düşür. Ailə yanında olmayanda artıq özünü burada görmür, gələcəyini görmür və nəticədə ailəsinə qayıtmaq məcburiyyətində qalır. Yəni, mənim müşahidə elədiyim səbəblər bunlardır. Bəs siz nə düşünürsünüz? Nəyə görə bəzi soydaşlarımız Polşadan vətənə geri qayıdırlar? Şərh bölməsində yazın, baxaq.